Ey, hər kəsə salam, mənim adım Lil Drew. Əgər siz mənim səsimi eşidirsinizsə, deməli Best Rap verilişinə baxırsınız. Bizim ilk buraxılışımızda Okaber Naxoxun soundtrackindən sonra son mahnısını yazdı. Uran özünü artıq rapper kimi görmür. Rüzgar dinləyicilərinə yaşıl paylamaq fikrindədir. MC Bas fevral ayının 5-də talpasını yığır. Söhbət nə ilə bitəcək ancaq fevralın 6-sı biləcək. Bu və digər maraqlı xəbərlər haqqında daha ətraflı məlumat yalnız bugün və yalnız burada. İndi isə daha ətraflı. Okaber Naxox filmi üçün soundtrack yazdı. Film özü komediya janrında olsa da parça filmin abu-havasından danışmır. Nəinki abu-havasından, heç filmin özündən də bir o qədər əlaqəsi yoxdur. Okaber daha çox öz həyat yolundan bəhs edir, düşmənlərinə meydan oxuyur. Bizi sevindirən hal odur ki, rap inkişaf edir və son illərdə daha tez-tez kommersiya proyektlərində yer alır. Amma ən maraqlısı o deyil, Okaber Son Mahnı adlı parçasını online etdi və bu nə deməkdir? Okaber rapdən gedir. Təbii ki, hər kəs açansa gedir, amma Okaber həqiqətən indimi getmək istəyir. Sözün açığı heç nə başa düşə bilmirəm. Əgər sizin buna aid nəsə fikriniz varsa, şərhlərdə yazın. Biz isə davam edirik. Aradan illər keçir, amma sən pillə keç, təmiz ol, qaralanma. Qaralanma. Nə də yaralanma. Yaralanma. Hər sətrim qadağandır, hər sətrim qanqa və qaramamba. Bugün Uran haqqında 3 xəbərimiz olacaq. Nə az, nə azacıq. Birincisi, Uran Dihac qrupu üçün eşqini aşağı salmağınızı üçün söz yazır. Çox güman ki, klipi görmüsünüz. Çox güman ki, klipdən sonra reaksiyanız bir mənalı olmayıb. Amma indi söhbətimiz Uran haqqdadır, klip haqqda yox. Odur ki, gəlin bir paralel çəkək. Əgər Uran estrada artistləri üçün söz yaza bilirsə və Uran reperdir, deməli reperlər müğənnilər üçün mahnının sözlərini yazıb pul qazana bilər. Odur ki, videonu sosial şəbəkələrdə paylaşın ki, istedadlı reperlərin repində pul olsun. Uran haqqında ikinci xəbərimiz onun yoldaş millət vəkili video treki haqqındadır. Video paylaşılan dəqiqədən bir həftə sonraya kimi demək olar bütün Facebook'dakı dostlarım paylaşdı. Çünki illər keçir, amma Uran hələ də aktualdır ya. Əgər bu video treki izləməmisinizsə, keçid linkini bu videonun altında tapa bilərsiniz. Urandan üçüncü xəbər onun Ciyəz adlı bloqu haqqındadır. Orada Uran kiçik hekayələr paylaşır və hekayələr müxtəlif janrlardadır. Uran inkişaf edir və özünü yeni istiqamətlərdə yoxlayır. Biz buna ürəkdən sevinirik və ona uğurlar arzulayırıq. Siz isə, əziz izləyicilərim, məlumatda Ciyəz bloquna keçid linkini tapa bilərsiniz. Mütləq bir-iki hekayə oxuyun. Siz mi günahkar, baş mı günahkardır ya biz mi günahkar? Kimdi sebepkar, bəs kimdi tamahkar? Biz mi günahkar, ya siz mi günahkar? Yoldaş millət vəkili. Stop. Bizim Young Rap adlı rubrikamız var. Bu rubrikada biz sizə gənc rapperləri təqdim edirik. Bugün bu rubrikada Efraim yer aldı. Ver gəlsin. Ya uğur gedir ayandan, bizə də gəlsin rap bir də yalandan. Desən yalandan desən, amma Efraim baxır bir sıfır qabaqdan sizə. Ya uğur gedir ayandan, bizə də gəlsin rap bir də yalandan. Desən yalandan desən, amma Efraim baxır bir sıfır qabaqdan sizə. Rüzgar 29 yanvar Otto klubda Yaşıl adlı konsert verəcək. Bəli, Yaşıl. Rüzgarın rəsmi səhifəsində aldığımız məlumata görə konsertdə drive dolu maraqlı hadisələr baş verəcək. Hələ bu azmış kimi Rüzgar Farsaj 8 trackinin klipini online etdi. Track Faraonun Black Simmons trackinin coveri olsa da mənə elə gəlir ki, orijinaldan daha yaxşıdır. Rüzgar isə bu klipdə Opel şirkəti ilə işbirliyi edib və bu Rüzgarın uğurudur və Azrap'in inkişafının göstəricisidir. Biraz gaz ver. Dolu az nefte. Taraf sür. Biraz
MC Bas fevral ayının 5-i ilə Şatoda konsert verəcək. Cəmi 100 bilet var. İkinci tiraj olmayacaq. Bu konsertdə Next Level albomunun təqdimatı da daxildir. Şəxsən mən albomun bir hissəsini eşitmişəm və əgər siz konsertə gəlməsəz, çox şey itirəcəksiniz. Konsertdə Xaraba və Evil komandası bütün sastavla qarşınızda olacaq. Yeni treklər, sevilən nisbətən köhnə treklər. Siz soruşa bilərsiniz ki, niyə məhz 100 bilet? Mənim cavabım belədir. Video haqqında məlumatda MC Basın rəsmi səhifəsi var. Bu sualın cavabını orada tapa bilərsiniz. Bastım surətə çoxdan belə az Rap mənə çətin ki çata belə Bastım surətə çoxdan belə az Rap mənə çətin ki çata belə Bastım surətə çoxdan belə az Rap mənə çətin ki çata belə Bastım surətə çoxdan belə az Rap mənə çətin ki çata belə Bizim isə veriliş bu yerdə bitir. Əgər siz hansısa xəbərdən daha yaxından tanış olmaq istəyirsinizsə, video haqqında məlumatda bütün linkləri tapa bilərsiniz. Əgər siz özünüz gənc repersiniz və istəyirsiniz ki, proyektiniz bizim verilişdə yer alsın, onda bizim Facebook səhifəmizə yaza bilərsiniz. Əgər sizin fikrinizcə biz hansısa xəbəri unutmuşuq, şərhlərdə bunun haqqında yazın. Kanalımıza abunə olun, çünki 1-2 gündən biz 2016-cı ilin ən səs-küylü proyektlərini müzakirə edəcəyik və mütləq like eləyin ki, Azrefdə baş verənlər haqqında hər kəsin məlumatı olsun. Sağ olun və salamat qalın.